Sentyabrın 16-sı saat 17 radələrində metronun 28 may stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib. Qafqaz Info bildirir ki, Baku-Bas MMC məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub. Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır. Baş vermiş faktla bağlı araşdırma aparılır. Xaçmazda isə yeniyetməyə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, dəmir yol stansiyasının ərazisində vaqonlardan birinin üzərinə çıxmış Xaçmaz şəhər sakini 2009-cu il təvəllüdlü Əziz Təhranoğlu Məmmədova elektrik cəryanı vurub, o xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Baş vermiş faktla bağlı araşdırma işlərinə başlanılıb.